Salam əzizlərim, unutmayın, hər yeni gün yeni bir şansdır və bu şansı doğru, dürüst dəyərləndirək, sağlam olmağa çalışaq və bunun üçün biz qarşınızdayıq. Özü də canlı-canlı. Hər kəsi salamlayıram, uğurlu gün diləyirəm və sağlamlıq uğrunda bugün də birlikdə addımlar atacağıq və bu attığımız addımlar gələcəkdə daha sağlam olmağımız üçün bizə yardımcı olacaq. Vaxt itirmədən ilk həkim qonağımızı sizə təqdim etmək istəyirəm. Bu dəyərli uşaq ginekologu, cərrah mama ginekoloq Xəyalə İsmayılovadır. Xoş gəlmişsiniz Xəyalə xanım. Xoş gördük Günay xanım. Necədir əhval-ruhiyyə? Çox gözəl, təşəkkür edirəm dəvətiniz üçün bir daha. Mən təşəkkür edirəm və bugün danışacağımız mövzu bir çox, xüsusən də mən buradan qız analarına səslənmək istəyirəm. Məsələ o analar üçün də çox faydalı olacaq, qızlarımızın gələcəyi üçün çox faydalı olacaq. Ona görə əgər ailənizdə bir qız övladı böyüyürsə, yaxınınızda bir qız övladı böyüyürsə, o zaman ekrana daha yaxın əyləşin. Xəyalə xanımın əlaqə nömrələri hal-hazırda ekranlarda 055 766 33 30 və Mediland Hospitalda Uşaq Ginekologiyası Mərkəzinin rəhbəridir, yaradıcısıdır və elə ötən dəfədə biz bu mövzuda danışmışdıq. Mümkünsə biz o xatırlatmanı izləyək, dərhal sonra artıq səbirsizlənirəm bugünkü mövzunu elan etməyə, bugünkü mövzudan xəbərdar olacaqsınız. Komandamıza daha yeni bir həkimimiz qoşuldu. Mən çox səbirsizlənirəm onu sizə təqdim etməkdən ötürü. Uşaq ginekologu, cərrah mama ginekoloq Xəyalə İsmayılova bizlə bərabərdir. Onu qeyd etməliyəm ki, dəyərli Xəyalə xanım Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır. Bugün daha çox qız övladlarından danışacağıq, uşaq ginekologiyası barəsində biliklərimizi artırmış olacağıq. İl ərzində 500-dən artıq, belə deyək, qız uşaqlarını qəbul edirik. Bu qədər sonsuzluqdan, qadınlarımız əziyyət çəkir, bu qədər digər ginekoloji xəstəliklərimiz, onkoloji xəstəliklər, saysız şəkildə var. Bu mərkəzi yaratmaqda məqsədimiz məhz bu xəstəliklərin qarşısını almaq üçün vaxtında tədbirini görüb bu problemlərlə sonraki illərdə üzləşməmək üçündür. Bugün çox vacib, bəlkə də çoxlarının danışmaqdan çəkindiyi, çəkinəcəyi bir mövzu haqqında istəyirik danışaq. Nə qədər ağır olsa, biz bunu qəbul etməliyik ki, məhz qız uşaqlarının sağlamlığı mövzusunda az məlumatlıdır valideynlər, eləcə də hər kəs. Xüsusən də yeniyetməlik dövründə rast gəlinən bəzi ginekoloji problemlər həm valideynlər, həm də cəmiyyət üçün əhəmiyyət daşıyır və papiloma virusu, hansı ki, biz bunu eşidəndə hər kəsi bir dəhşət bürüyür ki, bu nədir, bu nə virusdur, gələcəkdə hansı fəsadlar törədə bilər. Amma çox təəssüf ki, yeniyetmə dövründə də papiloma virusu bizim qız övladlarımızda rast gəlinir və elə bunu doktorumuz praktikasında yaşayıb, birazdan bu barədə məlumat verəcək. Papiloma virusu gələcəkdə xərçəngə səbəb ola biləcək bir qorxulu bir virusdur. Nəyə görə bundan qorxmaq lazımdır? Nəyə görə bundan qorunmaq lazımdır? Ümumiyyətlə, bundan qorunmaq üsulları varmı? Buna yoluxmamaq olarmı? Bu barədə dəyərli uşaq ginekoloqumuz Xəyalə xanım məlumat verəcək. Elə gəlin öncə bu sualla başlayaq. Papiloma virusu ümumiyyətlə nədir? Papiloma virus son illərdə çox acınacaqlı nəticələr verən bir virusdur. Deyə bilərsiniz, öncələrdən olubmu, bəs yox idimi? Ümumiyyətlə, hal-hazırki dönəmdə uşaqlıq boynu xərçənginin, 95%-dən hətta yuxarı deyərdim ki, səbəbi məhz papiloma virusdur. Əgər biz bunu biliriksə səbəbini, biz bunu niyə önərmirik deyə bilərsiniz. Əslində, biz həkimlərin öhdəsinə düşəndə məhz vaxtında bu tədbirləri görüb, məhz bu verilişlər vasitəsilə xəstələrimizə bunu aşılayaraq, maarifləndirərək bu haqda məlumat verməkdir. Uşaqlıq boynu xərçəngi elə bir, belə deyək, xəstəlikdir ki, biz onun qarşısını ala bilirik. Bu bütün orqanlara aid deyil. Bu sırf uşaqlıq boynu xərçənginin belə bir üstünlük var ki, biz vaxtında aparılmış,
uşaqlıq boyununda skrininq müayinələr, kolposkopi, papsmirlər falan, yəni bunları edərək bunun qarşısını ala bilirik. Əgər vaxtında müraciət olunarsa, əlbəttə ki. Yox, təbii ki, gecikdirilmiş halda müraciət etdikdə artıq burada doktorun da əlacı kəsilir, yəni bir şey edə bilmir. Bəli, və qız uşaqlarında bu məsələ nə dərəcədə aktualdır desək, məsələ, bəli, qız uşaqlarında ona görə aktualdır ki, lazım deyil ki, bu virusa yoluxub cinsəl yoluxan bir virusdur. Əsasən 90% hallarda cinsəl yoluxur. Çox nadir hallarda, yəni məişət belə deyim, əsnasında, tutaq ki, ayaq yolunda da ola bilər yoluxma, gigiyenik qaydalara düzgün riayət eləməyəndə, məsələn, körpə uşaqlarda yoluxma təbii doğuşdan analardan keçə bilir. Təbii, ona görə də biz əgər analarda müayinə zamanı papiloma görürüksə, biz onlara, yəni aktiv formada HPV daşıyıcısıdırlarsa, biz onlara keysəriyyə məsləhət görürük. Nə üçün? Çünki uşaqların ağzına, boğaz hissəsində doğuşdan 2-3 ay sonrasında artıq papilomalar yaranmış olur. Bu doğumdan olan keçmə və yaxud da gigiyenik qaydalara düzgün riayət eləməyəndə analar, dayələr olsun, yəni əllərində, dırnaq altında belə, yəni o virus qala bilir. Müəyyən dərəcədə, yəni əllə uşaqları yuyurlar, yəni elə bil özlərindən belə uşağa keçirə bilirlər. Diqqətli olacağımız məqamlardır. Mən istəyirəm valideynlər çox diqqətli mən deyərdim ki, dinləsinlər. çox vaxtı o qədər təəssüflənirlər ki, mən heç bunu o qədər önəmsəməmişəm, bilməmişəm ki, belə bir hal mümkündür. Və yaxud da geyimlərini bir yerdə yuduqları zaman, bir yataqda, məsələn, valideynlə mən hər zaman deyirəm, yəni uşaqlar bir yatağı paylaşmamalıdırlar. Yəni bu özü belə bu hallara gətirib çıxara bilir. Xüsusən də qız uşaqları. Xüsusən də qız uşaqlarında, bəli, amma oğlanlara da yəni yoluxma mümkündür. Sadəcə olaraq oğlanlarda onkoloji xəstəlik yaratma ehtimalı faiz oranı çox aşağıdır. Yəni xanımlara nisbətən daha azdır. Çünki daha azdır, məsələn, bəli. Azərbaycanda bir statistik göstəricilərə baxanda uşaqlıq boyunu xərçəngindən əziyyət çəkən nə qədər xanımlarımız var. Bəli. Onların sayı saysız-hesabsızdır. Mən ona görə də məsələn keçən dəfə də verilişdə onu vurğuladım ki, elə ölkələr ki var dövlət hesabına məsələn peyvənd proqramı aparılır. Statistik rəqəmlər var ki, çox aşağıdır bizdən uşaqlıq boyunu xərçənginə görə. Çox ümid edirəm ki, yaxın gələcəkdə biz ona nail olaq ki, yəni dövlət hesabına bu peyvəndləri edək. Yəni bu zaman xəbəri olmasa belə xəstələrə məlumat verilir ki, sizin peyvəndinizin vaxtıdır. Yəni bu haqda məlumatlı olmasalar belə bunu edərək, dolayısıyla yəni biz uşaqlıq boyunu xərçənginə xanımları qorumuş oluruq. Qızlarda ümumiyyətlə peyvəndləmə çox vacibdir. Peyvənd proqramı 9 yaşdan 45 yaşa qədər aparılır. 9-14 yaşlar arasında olanda peyvənd 2 dəfə olunsa kifayət edir. Yəni bu həmin bu HPV vaksini. Bəli, HPV vaksini biz artıq kifayət qədər edirik bunu, belə deyim, öz təcrübəmizdə. Yan təsirləri yoxdur. Cervarix var, Gardasil var. Gardasilin özünün də 2 növü var. Ən çox istifadə etdiyimiz Gardasil 9 peyvəndidir. Nə üçün bunu istifadə edirik? Yəni biz bu peyvəndi ediriksə, daha bizə qoruyuculuğu hansı peyvənd verəcəksə, onunla etməmiz daha vacibdir. Gardasil 9 peyvəndi məhz 9 formaya görə, 9 onkogen formadan bizi qoruyur. Burada 16, 18 digər formalar var. Bunlar uşaqlıq boyunu xərçəngi yaradacaq formalardır daha çox. Amma ən təhlükəlilər. Ən təhlükəli. Çünki adətən analizləri gözləyəndə xanımlar çox həyecanlı. Görəsən 9, 16, xüsusən də ən çox yayılanlar. HPV genotip müayinəmiz məhz bizə hansı tipin daşıyıcısı olduğumuzu göstərir. Amma 6-11 məsələn papiloma yaradan formalardır. Xanımlar adətən papiloma görəndə zilə bənzər bir çıxıntı, yəni belə gördüyü zaman həm uşaqlarda, həm özlərində düşünürlər ki, bu zaman müayinə olunmalıyam, papilomam var deyə. Müəyyən qədər internet üzərindən də məlumatlanırlar, bu haqda məlumatlı olurlar. Amma mən bunu vurğulamaq istəyirəm ki, məsələn 16-18 daşıyıcısı xanımlar heç bir şikayət olmur, heç bir əlamət vermir və yoluxduqdan məsələn 5 il sonra, inkubasiya dövrü 4 ildən məsələn 18-19 ilə qədərdir, 15 il sonra uşaqlıq boyunu xərçəngi ilə gəlir. Yəni heç bir əlamət göstərməyirlər. Heç bir əlamət vermir. Düşünürəm elə ən təhlükəli olan da budur ki, bunlar artıq daha qorxuludular. Gizli şəkildə. Biri var, sən hər hansı bir ziyili, doktorun dediyi kimi papilomanı, kandilomanı da bura aid eləyə bilərikmi? Kandilomanı sən adi gözlə görürsən və dərhal bu artıq bizi məcbur eləyir həkimə gedək. Papiloma özü də kandilomanın bir papilyar formasıdır. Onun var, məsələn, iti uclu forması var, müxtəlif formalar var. Papiloma da özü kandilomanın bir forması kimi tanınır və bunu da demək istəyirəm ki, yəni xanımlar daha çox bu əlamət verməyən formalarda, məsələn, heç bir şikayətim yoxdur deyə uşaqlardan sonra həkimə getməmişəm. Xanımların ən çox dediyi ifadə.
Amma halbuki şikayət vermədiyi halda içəridə proses gedir, uşaqlıq boynu xərçəngi yaranır. Yəni biz bunu niyə qızlarda vaxtında bunun tədbirini görməliyik? Qız uşaqlarında, yenə dediyim kimi 9 yaşdan edə bilirik. Amma mən öz təcrübəmdə Azərbaycanda heç bir valideyn uşağını 9-10 yaşında gətirmir ki, peyvənd edək. İndi burada bir, belə deyək, bunun bir izahı var. Çünki bizim qızlar xarici ölkələrdəki qədər, yəni erkən yaşda cinsəlliyə, yəni cinsi münasibətləri olmur. Ona görə də mən, məsələn, 17-18 yaşlarda belə, yəni məsləhət görürəm ki, ailə qurmazdan öncə, necə ki, ailə planlama edirik, bəzi analizlər verilir, qan analizləri, talasemiya daşıyıcılığı var, yoxdur falan. Bunların sırasına mütləq peyvənd proqramı qoşulmalıdır. Çox gözəl olardı. Çünki bax, elə hal-hazırda bizim görüntülərimiz də var. Hansı ki, bax, bu həmin bu HPV peyvəndindən, HPV vaksinından danışırıq. O görüntüləri görürsünüz hal-hazırda. Dəfələrlə edirik, yan təsirimiz yoxdur. Bazuda deltaya bənzər əzələyə vurulur. 6 ay ərzində, yəni proqram belədir ki, dozalanma. Birinci, yəni edirik, 2 ay sonra da ikinci doz olunur, 4 ay sonrasında üçüncü. Bəzi, məsələn, xaricə gedən xəstələrimiz olur, 3 ay içində də biz onu qısaldılmış variantda tez şəkildə edə bilirik. Amma planlı şəkildə 6 ay ərzində edirik və bunu da deyim ki, peyvənd proqramının aparılması, yəni HPV-nin gələcəkdə tək belə götürək ki, yəni uşaqlıq boynu xərçəngindən əlavə olaraq bu qızlar gələcəkdə, yəni ailə qurduqları zaman müəyyən qədər, o qədər yayıla bilir ki, bu sidik ifrazı prosesini də poza bilir, cinsi münasibətdə də problem yarada bilir, hətta yəni düz bağırsağa qədər yayıla bilir. Bəzi formalar var, o papillomaların artması dönəmində, kəskinləşdiyi dönəmdə. Yəni bunu nə yarada bilir? Ola bilər insan yoluxsun papilloma virusa, 10 il, 20 il heç bir əlamət verməsin və 20 ildən sonra papilloma. Məsələn, xanımlar olub ki, müraciət edib ki, mənim heç illərdir cinsi münasibətim artıq yoxdur, məndə 3 gündür, 5 gündür belə bir problem yaranıb. Mən anamnez topladığım zaman aşkar olunur ki, məsələn, bir polipektomi əməliyyatı olunub, öddə polip, yaxud da öd daşı əməliyyatı olunub, digər ekstragenital bir xəstəlikdən hansısa bir əziyyət çəkib. Bu zaman immun sistem aşağı düşdüyü üçün və yaxud da uzun müddət hormonal dərman müalicəsi alır və yaxud da bu, belə deyim, xroniki xəstəlikləri var. Yəni, immun sistem aşağı düşdüyü zaman hamiləliyin özündə olsun, yəni arta bilir. Buna görə vaxtında peyvənd proqramı çox vacibdir. Mütləq və düşünürəm ki, bu halı yaşayan ailələr xüsusən bu peyvəndlərə daha həssas olurlar və əgər elə analar var ki, artıq bu papilloma virusun, HPV virusunun daşıyıcılarıdırlar, onlar artıq ailələrində bir qız övladı böyüyürsə, dərhal vaxtı çatanda siz söylədiniz ki, 9 yaşdan olar bu peyvəndi etdirmək. 9 yaşdan artıq 45 yaşına 45 yaşa qədər. Təsəvvür edin ki, hətta onlar daha çox müraciət edirlər. Əlbəttə, bu virusa yoluxandan sonra virusun spesifik dərman müalicəsi yoxdur. Düzdür, müəyyən erkən yaşlarda, məsələn, yoluxmada bəzi illər ərzində orqanizm özü immun hesabına, yəni immun sistemi hesabına onu, yəni sonradan müayinələrdə çıxmaya bilir. Amma bu bizim garantimiz deyil. Yəni gələcəkdə yenidən başlayır. Bəli, yenidən ola bilər. Yəni bu virusa yoluxmayaq ki, sonra da onun ağırlaşmaları ilə, yəni belə deyim, üzbəüz olmayaq. Çalışıb yoluxmamaq lazımdır. Çünki bu virusun çox acınacaqlı nəticələri olur ki, uşaqlıq boynu xərçəngi ilə gecikmiş mərhələlərdə biz də aciz qalırıq. Xəyilə xanım çox peşəkar bir mütəxəssisdir və bayaq mən qeyd elədim, bizim o xatırlatmada getdi. Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır, hansı ki Midland Hospitalda hal-hazırda fəaliyyət göstərir, artıq uzun illərdir fəaliyyət göstərir və doktorumuzun qəbuluna sırf uşaq ginekologiyası ilə bağlı müraciətlər çoxdur. Hətta mən ötən dəfə sayını da soruşmuşdum, il ərzində minlərlə qız uşaqları, onun pasientləri ona müraciət edirlər, təbii ki valideynləri gətirir. Doktorla əlaqə saxlamaq istəyənlər var hal-hazırda. Əlaqə nömrəsi ekranlarda. TikTokdan bizi yüzlərlə insan izləyir. Doktorumuzun əlaqə nömrəsini istəyənlər üçün qeyd edirəm. 055 766 33 30 və dediyim kimi doktorumuz uşaq ginekoloqudur, həmçinin cərrah mama ginekoloqdur və eyni zamanda 2004-cü ildə Azərbaycan Tibb Universiteti Müalicə İşi fakültəsini fərqləndirmə ilə bitirib. 2004-2005-ci illərdə cərrah ixtisası üzrə internatura keçib. 2005-2008-ci illərdə Azərbaycan Tibb
Universitetində mamalıq və ginekologiya üzrə klinik ordinatura keçib. 2017-ci ildə Rusiyada uşaq ginekologiyası, 2020-ci ildə isə lazer ginekologiyası üzrə ixtisaslaşıb. Peşəkar fəaliyyəti 2005-ci ildən etibarən müxtəlif klinikalarda mama ginekoloq kimi başlayıb. Hal-hazırda Medilent Hospitalda uşaq ginekologiyası mərkəzində fəaliyyət göstərir. Konfrans və təqdimatları keçirilməsində müxtəlif konfrans və təqdimatlarda çıxışı ilə seçilir. 2024-cü ildə ötən dəfədə görüntüləri göstərmişdik. Türkiyədə keçirilən beynəlxalq ginekoloji konfransda Azərbaycanı təmsil edərək spiker kimi uşaq ginekologiyası üzrə çıxış edib. 2024-cü ilin may ayında isə uşaq ginekologiyası üzrə Azərbaycanda spiker kimi çıxış edib və bir çox əməliyyatları icra edir. Təbii doğuş keysəriyyə əməliyyatlarını da icra edir. Amma bugün biz daha çox qız uşaqlarından danışırıq və mövzumuz da çox belə ağrılı və həssas mövzu olsa da bu barədə danışmağa məcburuq. Çünki istəyirik ki, hər kəs məlumatlansın və hal-hazırda bizə qaynar xəttimizə valideynlər yazırlar və təlaşlanan valideynlər var. Təbii ki, qorxmayın. Doktor söylədi ki, hansı qorunma üsullarından istifadə edə bilərsiniz. Bura daxil olsun, adi gigiyenik qaydalar olsun, paltarların ayrı yuyulması olsun, eyni valideynlərlə eyni yatağı bölüşməmək olsun. Təkrar olsa da bunları qeyd edəcəm. Valideynlər soruşurlar ki, övladlarında bu virusun olub-olmadığını necə müəyyənləşdirə bilərlər? Yəni, bunun necə fərqindəsində ola bilərlər? Necə ola bilər? İlk olaraq gigiyenik qaydalara riayət olunmalıdır yenə də. Amma sırf hər bir uşağı HPV-yə görə genotip müayinəsinə aparmalıyıqmı? Xeyr. Hər hansı bir əlamət görürüksə, o zaman onlarda biz HPV-nin növünü aşkar edirik. Amma heç bir əlamət yoxdursa belə peyvəndləmə proqramına daxil olmalıyıq. Yəni, peyvəndini etdirməmiz, yəni bizi artıq, belə deyək, buna yoluxmaqdan qoruyacaq. Doktor, polikistik yumurtalıq sindromundan da istəyirəm danışaq. Ümumiyyətlə, polikistik yumurtalıq sindromu nədir və o özünü hansı əlamətlərlə göstərir? Polikistik yumurtalıq sindromu bugünkü gündə çox rastlaşdığımız, hər 10 qadından birində rastlaşdığımız bir xəstəlikdir. Adından da məlum olduğu kimi polikistlərlə, yəni belə deyək ki, bu kimi əlaməti var. Polikistləri biz nə zaman görə bilirik? Ultrason müayinəsində adətən çox rastlaşırıq. Məsələn, ultrasəsdə yazılır ki, multifolikulyar yumurtalıqlar aşkarlandı. Multifolikulyar nədir? Multi çox kiçik və çox saylı. Yəni 12-dən artıq əgər folikul izlənilirsə yumurtalıq üzərində, bu artıq polikistoza şübhədir. Həmən deyə bilmərik burada polikistozdur. Çünki polikistoz təkcə ultrasonla diaqnoz qoyulacaq bir xəstəlik deyil. Bu xəstəlik nədir? Bu xəstəlik hormonal pozğunluqdur. Bu xəstəlik anovulator sikllardır. Yəni, məsələn, xanımlar ailə qurur və hamilə qala bilmirlər. Müayinə edirik ki, polikistik diaqnoz qoyuruq, yumurtalıq sindromu var. Polikistik yumurtalıq sindromunun diaqnozu yenə dediyimiz kimi ultrason müayinəsi, laborator müayinələr, yəni anamnestik məlumatlar, laborator müayinələrindən FSH, LH indeksimiz dəyişir, hiperandrogeniya, testosteronun artması, kişi hormonu tanıdığımız kimi, yəni testosteronun səviyyəsinin artması, yəni bu hormonal bu dəyişikliklər bizdə nələrlə nəticələnə bilir? Bu qızlar gələcəkdə sonsuzluqdan əziyyət çəkir. Yəni birbaşa olaraq polikistik yumurtalıq sindromu müalicə olunmursa, bu qızların gələcəkdə, yəni ana olmalarında bir problem yaşanır. Bir. Deyə bilərsiniz, biz nə bilək ki, bu qızlarda polikistik yumurtalıq sindromu başlayıb. Artıq 16-17 yaşlardan başlayır. Bu xəstəlik bir günə, 2 aya, 3 aya yaranmır. Bu illər tələb eləyir. Bəs biz nə edək ki, nə əlaməti görəriksə ki, şübhələnək bundan, qız analarına nəyi demək istərdim? Məsələn, elementar bir əlamət ola bilər ki, biz onu göz ardı edərik, amma bu bizim üçün bir siqnaldır. Nədir o əlamət, doktor? Adət düzənsizliyi. Adət düzənsizliyi, məsələn, biz adətən adət olandan sonra 2 il ərzində gözləyirik düzənsizliyi ki, özü orqanizm normaya gətirsin. 2 ildən sonra normaya gəlmədisə, bu artıq bir siqnaldır. Hardasa demək 15 yaşından sonra artıq normaya gəlmədisə, mütləq aradan qaldırılmalıdır və yaxud da ikinci bir əlamət deyim, çox rastlaşdığımız qızlarda tüklənmə, çənə nahiyəsində, süd vəziqilə ətrafında, qarınla qasıq arasında, kürək nahiyəsində, yəni tüklənmə var. Məsələn, dedilər ki, olacaq, bu töküləcək, belə bir şey yoxdur. Əgər kişi tipli tüklənmə varsa, bu artıq bir siqnaldır. Bu hansısa bir xəstəlik, yəni epilyasiya burada çıxış yolu deyil.
Lazerlə təmizlədim, bitdi. Yox, Bəs onun lazer kökündə nə yerli, var? bəli, lazer yerli müalicədir. Yəni Gözlə tük görünəcək. follikullarına təsir edir. Bu bir əlamətdir. Yəni ona görə qızlarda məsələn üzdə cibzələrin olması, sivilcənin olması, üzdə bu səpkilərin olması, deyə bilərik gənclik sızanaqları da ola bilər. Necə diferensiasiya eləyək? Baxaq, bu gənclik sızanaqları müəyyən bir 2 il ərzində olub keçir. Amma bu daimi xarakter daşıyırsa, üzdə həddindən artıq yağlılıq varsa, məsələn, qızlar var ki, bizə müraciət edən qızlar arasında olur ki, məsələn, valideynlər deyir ki, biz hər gün bu uşaq saçını yumalıdır, saçından yağ damır, məsələn. Bəli, Bu əlamət bir siqnaldır bizə. Bu elə belə baş vermir. Yəni, o yağlılığı yaradan, qanda dəyişilən bu hormonal dəyişikliklər. Kürək nahiyəsində olan civzələr. Kürək nahiyəsində həm civzələr, həm tüklənmə ola bilir. Bu da yenə deyirəm, normal hal deyil. Bu zaman mütləq hormonal fonu yoxlayırıq. Mütləq ultrasonda baxırıq bu xəstələrə və anamnez toplayırıq. Və bir də sizə bunu da deyim ki, polikistik yumurtalıq sindromu çox vaxt irsi xarakter daşıyır. Yəni anada varsa, bəli, biz nənədə hətta varsa. anamnez topladığımızda, məsələn, ananın neçə ildən sonra övladı olub, 8 il, 9 il sonsuzluqla əməliyyat olundum, ondan sonra övladımın oldu. Eyni ilə, məsələn, bu qızlarda da bu hal təkrarlanır. Onda bu analar daha həssas yanaşmalıdır. Daha həssas yanaşmalıdır. Bəli, risk qrupuna daxildirlər və bir də, məsələn, çəkili qızlar. Çəkili qızlarda, məsələn, insulin dirənci yuxarı olur. Bu özü də gətirir, bu yola çıxarır. Yəni, çəkili qızları biz insulin dirənci yuxarı olduğunu yoxladığımız zaman bunlar polikistik yumurtalıq sindromuna bir, belə deyək, namizəddirlər. Biz polikistik yumurtalıq sindromunun əlamətlərindən dediyimiz kimi saçda yağlama, saç tökülməsi, hiperandrogeniya, tüklənmə əlamətləri, adət pozğunluğu, elə ola bilər, aylarla olmaya bilər. Ola bilər ki, asiklik qanamalar, menstruasiya arası qanama da verə bilər. Bu kimi pozğunluqlar yarada bilir və yumurtalıqların polikistik, yəni sanki üzüm salxımına bənzər bir formada şişməsi, bunlar polikistik yumurtalıq sindromunun əlamətləridir. Və bir də polikistik yumurtalıq sindromu varsa bu qızlarda, baxdığında ilkin müalicəmiz nədən ibarət olur? Biz həmən bu xəstələrə arıqlamağı tövsiyə görürük. Bəli. Elə xəstələrimiz olub ki, biz hələ medikamentoz başlamamışdan öncə uşaqlarda arıqlama getdiyi zaman adət normaya düşür. Hətta hamilə qalanlar da olur, yəni daha irəli biz yaşlarda xəstələri söhbət göndəririk ki, məsələn, özdə yüksək çəkili xanımlarda belə bir şey olur ki, bizim bir qohum var idi, çəkisi çox idi, amma hamilə qaldı. Siz bilirsinizmi o hansı yolla qaldı? Yox. Məsələn, aşılama ilə də qala bilir, süni mayalanma ilə də qala bilir, təbii də qala bilir, amma ehtimal çox aşağıdır, şansımız çox aşağıdır. Ona görə, belə deyək ki, gözləmək lazım deyil ki, bəlkə qalaram deyə vaxtında tədbirlərimizi görməliyik ki, biz, məsələn, indi qızlarımız var ki, biz ildə bir dəfə müayinə eləyirik, artıq o polikistik yumurtalıq sindromuna namizəddirlər. Biz onları arıqlatmışıq da. Biz onları həm arıqlatmışıq, biz onları həm, belə deyim, adətlərini normaya salmışıq, amma yenə də demirik ki, get 5 ildən sonra heç nə olmayacaq. Çünki polikistik yumurtalıq sindromu varsa, bu biraz, belə deyək ki, bir orqanın xəstəliyi deyil. Burada yanaşı digər orqanlarda prosesə cəlb oluna bilir, böyrək üstü vəzdə, qalxana bənzər vəzdə və bizə lazımdır ki, biz ildə bir dəfə ən azından bu qızlar ana olana qədər biz onları nəzarətdə saxlayaq. Və bu qızlarımızdan ailə quranı var və övlad sahibi olanlar var artıq. Nə gözəl. Və bu bizim üçün bir, belə deyək ki, stimul verir ki, biz bu cür qızlarımızı vaxtında müalicəsini edək ki, gələcəkdə bu problemlə, yəni sonsuzluq problemindən üzləşmək. Zaten uşaq ginekologiyasının məqsədi sonsuzluğun qarşısını almaqdır, onkoloji xəstəliklərin sayını azaltmaqdır və bu kimi, yəni, problemlərin qarşısını almaq üçündür. Yəni, qızlarımızın sağlamlığı üçün vaxtında doğru mütəxəssislərə müraciət etmək şərtdir. Çünki doktorumuz birbaşa uşaq ginekologiyası ilə məşğuldur. Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır və elə əsas məqsəd də odur ki, qızlarımız hər zaman sağlam olsunlar. Düşünürəm ki, təməl sağlam qoyularsa, möhkəm qoyularsa, o zaman gələcəkdə bu qızlarımızın ana olmaq şansı da yüksələr və daha sağlam, cəmiyyətə xeyirli bir övlad dünyaya gətirə bilərlər. Dəyərli doktorumuzla əlaqə saxlamaq istəyənlər üçün əlaqə nömrəsi ekranlarda 055 766 33 30. Biz isə qısa aradan sonra məhz sizin suallarla davam edəcəyik. Baxıram, sizi narahat edən çox məqamlar var. Həmin məqamları elə canlı yayımdaca dəyərli Xəyalə xanım cavablandıracaq.
Bugün cümədir və həftəni sağlamlıqla yola salmaq üçün qarşınızdayıq və təbii ki, həftə sonu gəlir. Həftə sonu daha sağlıqlı olmanız üçün də bizi izləyə bilərsiniz. Canlı yayımlanırıq və hal-hazırda studiyamızın dəyərli həkim qonağı var. Bu uşaq ginekoloqu, cərrah mama ginekoloq Xəyalə İsmayılovadır. Bir daha xoş gördük sizi Xəyalə xanım. Və elə bu müddət ərzində də Xəyalə xanım sağ olsun, bir sualları cavablandırdı TikTok üzərindən. Amma elə suallar var ki, onları mən elə hal-hazırda efirdə də səsləndirəcəm, amma ola bilər. Hər hansı bir sual gözümdən qaçarsa, o zaman doktorun özü ilə əlaqə saxlaya bilərsiniz. Dəyərli uşaq ginekoloqu Xəyalə xanımla əlaqə saxlamaq istəyənlər üçün əlaqə nömrəsi ekranlarda 055 766 33 30 və o sizin o müayinəsi analığın təminatıdır. Çox xoşum gəldi o ifadədən. İnanın, bizim bu Sağlam Günay proqramı başlayandan mən elə hər gün buradan gənc qızlarımızın analarına səslənirəm ki, qonşu nə deyər, qohum nə deyər düşünməyin. Övladlarınızı, xüsusən də qız uşaqlarını mütləq həkim ginekoloqun müayinəsinə aparın ki, bir müayinə olunsunlar. Çünki gələcəkdə rastlaşa biləcəyiniz bir çox fəsadların qarşısını almış olacaqsınız. Elə siz də onu məsələ iş otağınızda yerləşdirmişsiniz. Bax, bu çox gözəldir. Alqışlayıram sizi. Və hal-hazırda çox sayda suallar gəlir. Mən istəyirəm suallara keçək. Ginekoloji problemlərlə bağlı yazanlar var və belə bir maraqlı sual gəldi. İstədim ki, bu sualı verim. Çünki ard-arda bir neçə xanım bu mövzuda sual yazdı. Yazırlar ki, doktordan soruş Günay, ginekoloji problemlər saç tökülməsi yarada bilərmi? Bəli, ginekoloji problemlərdən dolayı da saç tökülməsi ola bilər. Məsələ polikistik yumurtalıq sindromlu xəstələrdə hiperandrogeniya fonunda, yəni kişi tipli o hormonların, testosteronun artması nəticəsində hətta saç tökülməsi belə kişi tipli saç tökülməsi ola bilir onlarda. Və deyərdim ki, tək saç tökülməsi deyil, çox ağırlaşmaları ola bilir. Məsələn, polikistik yumurtalıq sindromu müalicə olunmadıqda gələcəyin şəkərli diabet xəstəsi ola bilir. Müalicə olunmadıqda gələcəkdə hipertenziyaya səbəb ola bilir. Bu zaman lipid spektrində də dəyişikliklər olduğu üçün ürək xəstəliklərinə tutulma şansı daha çox artır. Və bir də onu demək istəyərdim ki, bu xəstələr, polikistik yumurtalıq sindromu olan xəstələr gələcəkdə uşaqlıq, yəni xərçənginə yoluxma ehtimalı, yəni uşaqlıq xərçəngi xəstəliyi ilə əziyyət çəkmə ehtimalı digər xəstələrdən daha yüksək olur. Nə üçün? Çünki onlarda bir hormonal dəngəsizlik olur və bu hiperestrogeniyanın olması daimi, yəni hiperestrogeniya fonunda uşaqlığın, yəni xərçənginin yaranma ehtimalı daha çox rastlanır. Və ona görə də polikistik yumurtalıq sindromuna təkcə adət düzənsizliyi və yaxud da sonsuzluqla nəticələnir deyə yox, digər xəstəlikləri də, yəni ekstragenital xəstəlikləri də düşünmək lazımdır. Və yaxud da bu qızlar əməliyyat etdik, sonra ana oldular və bu xəstəliyi sadəcə olaraq ana oldular, qutardıq bundan xeyir. Onlar daimi nəzarətdə olmalıdır. Sonradan uşaqlıq xərçəngi olmaması üçün, hipertenziya xəstələri olmaması üçün, məhz bu kimi ağırlaşmalar, şəkəri olmaması üçün mütləq mütəmadi olaraq müayinədə olmalıdırlar. Doktor, mən sonda istəyəcəm sizdən HPV vaksini ilə bağlı da bir valideynlərə, xüsusən də gənc qızlarımızın analarına səslənəsiniz. Amma yenə suallar var, istəyirəm o sualları səsləndirim. Bartolenit vəzi ilə bağlı yazanlar var, xüsusən qız uşaqlarında hər hansı bir fəsad törədə biləcəyini soruşurlar. Çünki bundan əziyyət çəkən 18 yaşına kimi çox sayda xanımlarımız var, qızlarımız var. Bartolen vəzi ümumiyyətlə xarici cinsiyyət üzvündə, yəni böyük cinsiyyət dodaqlarının aşağı 1/3-də yerləşən bir vəzdir. Bu vəznin öz funksiyası var əlbəttə ki, amma bəzən olur ki, iltihab nəticəsində bu vəzilərin axacağı bağlanır. Bağlandığı üçün vəzinin şirəsi, yəni öz içinə yığılır. Yəni Bartolen vəzinin iltihabı da ola bilər, infeksiyalaşıb, kistası da ola bilər. Yəni bu zaman qızlarda nə edirik? Əlbəttə ki, iltihabı zamanı ilkin dönəmlərdə antibiotika terapiya, müalicə, sorucu müalicə edərək problemi aradan qaldırırıq. Amma əgər artıq belə deyək ki, çox böyük ölçüdədirsə, xəstəni çox narahat edirsə, biz karbon dioksid lazerlə, yəni bu öz klinikamızda da var, karbon dioksid lazerlə, yəni ən son metodla drenaj edə bilirik və axıntısını, yəni boşaldıb müalicəni edirik. Və yaxud da tam etioloji müalicə əməliyyat edərək, yəni qız uşaqlarında bu əməliyyatı etmək mümkündür. Çünki bu belə deyək ki, xarici cinsiyyət üzvündə olan bir problemdir və biz bunu əməliyyat vasitəsilə Bartolen vəzini, yəni tam xarici edirik, kista
ilə birlikdə hər iki tərəfdə ola bilər, ikisi eyni vaxtda da ola bilər, bir tərəfli Bartolinit də ola bilər. Yəni qız uşaqlarında da müalicəsi mümkündür. Ona görə buyurub Xəyalə xanıma müraciət edə bilərsiniz. Dəyərli uşaq ginekoloqumuzun əlaqə nömrələri ekranlarda və bugün biz HPV vaksinindən danışdıq, HPV virusundan danışdıq, eyni zamanda polikistik yumurtalıq sindromuna toxunduq, digər məsələlərə də toxunduq. Kompleks şəkildə demək olar ki, bir çox məqamları qeyd elədi bizim dəyərli Xəyalə xanım. Mən istəyirəm sonda bax bu suala cavab verməklə, həm də valideynlərə səslənməklə HPV-nin gələcəkdə, yəni HPV virusunun gələcəkdə törədə biləcəyi ciddi fəsadları valideynlərə çatdıraq və nələrə diqqət etməli olduqlarını söyləyək zəhmət olmasa. HPV virusu son illərdə çox, belə deyək ki, nəticələri çox pis olan bir virusdur. Yəni bu virusa yoluxuruqsa, sonradan çox acınacaqlı bir hallarla rastlaşa bilirik. Buna görə də əgər virus daşıyıcısı olduğumuzu biliriksə, vaxtınca, yəni tədbirimizi görsək qorxmaq lazım deyil. Peyvəndimizi edirik ilk olaraq. Əgər peyvənd etməmişiksə, hər hansı birinə yoluxmuşuqsa belə, vaxtında müayinələr, yəni papsmir müayinələri, qızlar ailə qurandan sonra papsmir müayinələri, kolposkopik müayinələr, mütəmadi olaraq, yəni bu müayinələrin aparılması bizi uşaqlıq boynu xərçəngindən qoruyacaq və əlbəttə ki, ilkin dönəmlərdə xərçəng həmən yaranmır. Uşaqlıq boynunda servikal intraneoplazi birinci dərəcə yaranır, sonra ikinci dərəcə. Xəstələr bunu SIN1, SIN2, SIN3 kimi papsmir nəticələrində görürlər. Yəni SIN1 varsa biz xərçəng demək deyil. SIN1 varsa yaxın 2-3 il ərzində bizdə xərçəng yarana bilər deməkdir. Həmən tədbirini görürük. SIN2, SIN3 varsa həmçinin. Yəni burada uşaqlıq boynunda lip əməliyyatı edirik, kanizasiya olunur bu xəstələrdə və sonradan normal hamiləlikdə, yəni axıra çatdıra bilirlər. Biz öz təcrübəmizdən, mən öz təcrübəmə qaynaqlanıb bunları deyirəm. Yəni lip əməliyyatı etdiyim xəstələrim sonradan hamilə qalıb, normal hamiləliyi axıra çatdırıb və təbii doğuşdan da uşaq dünyaya gətirə bilir. Yəni sadəcə burada bir məqam var ki, biz hansı virus daşıyıcısı olduğumuzu bilməliyik vaxtında və lazımi profilaktik tədbirləri etdirməliyik. Peyvənddən də qorxmaq lazım deyil, heç bir yan etkisi yoxdur. Yəni qızların öncədən peyvəndə olunması bizi bütün bu gələcəkdə olacaq xəstəliklərdən qorumuş olacaq. Qız uşaqlarının vaxtında müayinəsi doktorun dediyi kimi analığın təminatıdır. Bundan başqa sağlam gələcəyin təminatıdır. Düşünürəm vaxtında, xüsusən də qız analarına buradan səslənirəm, gözəl analarımız, vaxtında övladlarınızı uşaq ginekoloqunun müayinəsinə aparın ki, gələcəkdə ola biləcək bir çox fəsadların qarşısını ala biləsiniz. Dəyərli Xəyalə xanımın əlaqə nömrəsini istəyənlər 055 763 30 30 və qeyd edim ki, Xəyalə xanım artıq 20 ildən artıqdır ki, bu sahədədir və Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır, hansı ki, Midland Hospitalda fəaliyyət göstərir. Xəyalə xanım, mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Sağ olun, minnətdaram. Gələn həftə görüşmək ümidi ilə inşallah deyirəm və qısa aradan sonra yenə çox maraqlı bir mövzuda, yenə çox dəyərli bir mütəxəssisimizlə çox gözəl bir söhbətimiz olacaq. Ona görə ekrana daha yaxın əyləşin.